Mahir Əmrələni təbrik edirik. Əla. Çünki Mahiri dəfələrlə Mahir qardaşımız hər turda bir fərqli, bir maraqlı, bir gözəl qol vurur ha. son 3 oyunda 4 gol vurub. Yəni çox istəyərdim ki, qollar davam Sənin eləsin. sözünə qüvvət, üzr istəyirəm artıq. Yox, estağfurullah. Nətər deyirlər futbol yoxdur, futbol yoxdur. Bu adam necə gedir oynayır orada? Həmin Mahir burada gəlib bizdə millidə oynayanda qardaşım hamı deyirdi ki, Mahir Əmrəli, nədir oradan neynədi, oynamadı. Nə bilim bu birisi buradan oynamadı. Və necə gedir orada hindi oynayır? Kameraya bax dedim, mənə üç deyirsən sual. Sual verirəm də sənə. Mən futbol demirəm, yoxdur. Mən deyirəm, mən həmişə demişəm ki, biz Azərbaycanda yetərli qədər istedadlı futbolçu var. Sadəcə o futbolçuları üzə çıxardan adamlar azdır. Misal üçün Affanın gedib xarici gəzirlər, ora-bura gedirlər, iştirak edirlər. Bu normal şeydir, yəni olmalıdır. Amma ora getdiyinizin bir qismini göndərsəydiniz Azərbaycanın bölgələrinə, rayonlara, ucqar kəndlərə gedib maraqlansınlar, görsünlər orada istedadlı uşaqlar var, yoxdur, üzə çıxartmaqla. En qədər var. Yəni Baxlar məşqçilər var idi ki, hansı ki eləmək lazımdır. İslam Kərimov idi. Bundan qabaqçı verilişdə də mən adam Bir də Gəncədə var idi bir nəfər. Gəncədə Cəcə Koşca var idi. Cəcə Koşca deyirdilər. O da məşhur. Allah and olsun ki qapı-qapı gəzdirdilər. Məhəllələrdə gedib. Hələ olmalıdır. Scout dediyin adam olmalı. O scout dediyin bax o adamdır. Bəs mən onu deyirəm. Mingəçevirdə futbol oynayanda qardaş, mənim Mingəçevirdən 10 yaşımda Bakıya bu adam gətirib. Mən Mingəçevirdə qalası olsaydım Mingəçevirdən yəni gəlib oynaya bilməzdim. Bu efirlərin birisində demişəm, bunu bir çox insan bilir. Mən elə Roberto Carlos, dünya çempionu, dünyanın ən titullu insanlardan biri. Adam fabrikada işləyirdi, 12-13 yaşı var idi. Fabrikanın həyətində futbol oynayırdı. Scout gəlib görüb onu. Görüb onu seçib deyib ki, gəl dəvət edib. Hansı ki futbol müəllimin biri keçəndə böyrdən baxıb ki, görüb dağıdır qaqam sol ayaqla. Keçəndə yox, qardaşım, onlar məqsəd yönlü gəzirlər. Xəbər tutur ki, falan məhəllədə çempionatında oynayırmış bu. fabrikin həyətində futbol oynayırdı. Ha. Yəni o uşaqlar mütəmadi olaraq aralarında futbol oynayan oynayır. vaxtı kimsə scout gəlib baxıb seçib də. Hə də kimsə deyir ki, hə, harda Əhvalımızı biraz yaxşılaşdıraq.